Salam, şəxsi inkişafına fikir verən insanların kanalı 2X-a xoş gəlmisiniz. Bugünkü qonağımız Fərid Abdullahdır. Xoş gəlmisiniz Fərid bəy. Xoş gördük. Təşəkkür edirəm. Çox sağ olun. Dəvətiniz üçün minnətdaram. Sizə də bu layihənizdə uğurlar diləyirəm. Fərid bəy, bizdə kanal şəxsi inkişaf üzərindədir və mən düşünürəm ki, İslam dini də şəxsi inkişafı dəstəkləyir və din tərəfdən insanlara şəxsi inkişafla bağlı töhfə verəcəksiniz inşallah. Və fikirlərinizi almaq istəyirəm ki, İslam dini şəxsi inkişafı dəstəkləyirmi? Dəstəkləyirsə necə? Çox sağ olun bir daha. Bu önəmli bir məsələdir. Həm də maraqlıdır ki, bu məsələyə İslam dininin prizmasından yanaşmağa çalışırsınız. Çünki daha çox inteqrasiya olunanda adətən şəxsi inkişaf məsələsi Qərb məktəbinin fonunda formalaşır. Amma İslamda axtarış aparanda bunu görürük ki, formalaşdırılan bir çox şeylər burada var. İndi mən irəlidə ola bilsin bu barədə danışaram ki, şəxsi inkişaf mövzusunda hansı məktəblər var və onların irəli sürdükləri platforma nədir? Amma öncə bunu qeyd edim ki, elə bu məsələnin adının bizim dildə necə olması fərqli-fərqli səslənir. Şəxsi inkişaf deyənlər var, fərdi inkişaf deyənlər var, öz inkişaf deyənlər var. Hər nədirsə inkişaf var burada. Amma inkişaf nədir? Gərək buna bir təhlil verilsin. Gərək buna bir ad qoyulsun. İnkişaf yəni nə? Ağacın inkişafı var, insanın inkişafı var. Bir sıra şeylərdə inkişaf var. Təbii inkişaf prosesidir, yoxsa mənəvi inkişaf prosesidir? İnsan hər bir şeyi kənara qoysaq, doğuldu, yaşadı, müəyyən bir dövrdə də öldü, getdi. Bu prosesə mən inkişaf adı qoyaram mı? Ya inkişaf neyin üzərində olmalıdır? Maddi şeylərin mi üzərində olmalıdır? Doğuldu insan, ona müəyyən xərclər qoyuldu ki, bir 6 yaşına qədər gəlsin. Ondan sonra valideynlər fikirləşdi, bu uşaq hansısa bir məktəbdə oxusun. Ondan sonra fikirləşdilər, universitetdə oxusun. Ondan sonra evlənsin, yaxşı bir iş qursun. Yəni budurmu? Və bunu demək lazımdır ki, bəzən təhsilin özü insanın şəxsi inkişafında maneə yarada bilər. Nə barədə? Sözsüz ki, uşaqların özünün inkişafı üçün nəzərdə tutulan təhsil qeyd olunur burada, yoxsa burada hədəfi valideyn özü qoyur. Nədir burada meyar? Baxırıq, görürük ki, hər bir dövr keçdikcə valideynlər öz övladları üçün bir sxem, bir plan çəkirlər. Övladım bunu etməlidir, buradan sonra bunu etməlidir və bu cür. Mənim dövrümdə, məsələn, polis sahəsi, hüquq sahəsi, həkimlik sahəsi öndə idi. İndiki dövrdə kiber təhlükəsizlik, IT sahəsi, ondan sonra bu cür şeylər, süni intellekt, ümumiyyətlə internet sahəsi, bu cür sahələr daha önəmlidir də. Niyə? Çörək pulu var. Yəni budurmu hədəf? İnkişaf, özümü inkişaf məni bura mı gətirib çıxarmalıdır? Ki, yaxşı pul qazanım, yaxşı ətrafım olsun. Sonra bir adam tanıyırdım. Deyirdi ki, mənə ki, oğlanlarımın toyuna çox adam gələcək. Çünki mən vaxtıykən bir çox adamların toylarına getmişəm, yaxşı da pul yazdırmışam. Mənim oğlanlarımın da toyuna gələcəklər, yaxşı da pul yazdıracaqlar. Həmin adam nəinki bunu görmədi. Birincisi vəfat etdi, getdi. İkincisi, oğlanları hələ də subaydı. Yəni, bunlar mənə göstərir ki,
konkret bir hədəf olmalıdır. Quran prizmasından baxsaq, Allah bizə inkişaf yox, daha çox kamillik ifadəsini istifadə edir. Kamil olmaq. Nəinki inkişaf etmək. İnkişaf etmək nədir? Boy atmaqdır, yenə də dediyim kimi. Nə maaş almaqdır, nədir bunun meyarı? Amma kamillik insanı Quran prizmasına görə Allaha tərəf böyüdür. Yəni insan daxilən böyüyür. Məsələn, Salman Farsi peyğəmbərimizin tanınmış səhabələrindən biri. Nəql olunur ki, onu Mədainə, yəni peyğəmbərin vəfatından sonra xəlifələrin dövründə Mədainə vali təyin etdilər. O gəldi İmam Əli əleyhissalamın yanına və ondan məsləhət istədi ki, mən gedim bura yoxsa getməyim. Həmin əsnada da İmam Əli əleyhissalam quyu qazır. Gəldi Həzrət Əliyə bir maraqlı bir ifadə ilə, təşbihlə məsələni obrazlı şəkildə göstərdi ki, sən bir qəssalsan, yəni bizdə meyit yuyan kimi deyilir də qəssal. Mən isə ölüyəm. Yəni sən məni hansı istiqamətə çevirsən, mən o istiqamətdə də qalacağam. Deyəcəksən get gedəcəm, deyəcəksən qalacağam, hər nə etsən edəcəm. İmam Əli əleyhissalam baxdı, ona təbəssüm etdi ki, get. Heç bir manəsi yoxdur. Niyə görə get? Nə üçün bəzi adamlar belə bir şəraitdə özlərini itirirlər? Necə deyim, indi bunu bir izah verim. Mədainin valisi indiki dildə Mədainin icra başçısı deməkdir. Salman Farsinin də elə də bir daha öncədən bu barədə təcrübəsi də yoxdur. İndi onun həyatı ayrı bir mövzudur. Yəni o mənəvi baxımdan o qədər özünü inkişaf elətdirib ki, o qədər böyüdüb ki, sanki o dünya malı onun içərisinə düşsə, sanki sonu bilinməyən bir quyunun içərisinə həmin dünya malı düşəcək, danq edib ses çıxardacaq. Çünki o böyüdür. Onu hansı dünya pulları öz hədəf məqsədindən uzaqlaşdıra bilər? Elə də oldu. Getdi Mədainə, başladı insanları Allahın dininə dəvət eləməyə, Quranı təbliğ eləməyə, Allahı təbliğ eləməyə. Hətta onun öz evi yox idi. Yəni, daxilən görün necə böyüyüb. Hədəflər başqadır. Böyüyüb. Axırda insanlar onu məcbur elədilər ki, belə olmaz evlisən, valisən, icra başçısan, səkidə oturmusan. Yəni, bir həsir, bir Məmməd Nəsir. Belə olmaz axı. Yəni, məcburan ona bir ev tikdilər, bil ki, sənin bir yerin yurdun olmalıdır da, gəlmirsən bura. Baxın, yəni, Marksın nəzəriyyəsini İmam Əli əleyhissalamın həyatı tamamilə məhv edir. Nə baxımından? Çünki İmam Əli əleyhissalam xəlifə olmamışdan qabaqda, xəlifə olduqdan sonra da eyni adam idi. Öz evində də dövlətin darul hökumədə, necə deyək ki, dövlət orqanında da xəlifənin iqamətgahında da eyni adam idi. Bax, bunu İslam bizə öyrədir ki, mən kim olmalıyam? Ona görə də İslamın bizə verdiyi kamillik yolu Allah mərkəzlidir. Hər şeyin başında Allahı qoyur. Digər məktəblər insanı qoyur, ekzistensial bir hədəf verir mənə. Hər şeyin başında insandır. Mən. Deyir, mən xoşbəxt olmaq istəyirəm. Bir nəfər gəldi, bir müdrik insanın qarşısına dedi, mən xoşbəxt olmaq istəyirəm. Həmin müdrik kəs dedi ki, birincisi mən sözünü yığışdır. Çünki egodur. Nə qaldı? Xoşbəxt. Xoşbəxtlik istəyirəm daha doğrusu. İstəyirəm də yığışdır. Çünki arzudur, təmənnadır. İndi əlində nə qaldı? Xoşbəxtlik. Yəni, bəzən biz
xoşbəxt olmağımız üçün bizə ego mane olur, mən istəyirəm mane olur, uzun-uzadı arzular. Yenə də deyim ki, İslam təlimləri bizə düzgün hədəf planı qurmağı, nətər deyim ki, təklif edir. Yenə də bizə seçim qoyur. Quranda biz necə oxuyuruq? Allah Taala deyir: biz insana yol göstərdik. İstər şükr etsin, istər nankor olsun. Yəni bizə əsla barmaq silkələmir. Deyir ki, bax budur yol. İstəyirsən get, minnətdar ol ki, bu yolu tutsan gedəcəksən. İstər nankor ol, dinən yox, onsuz da yenə də gələcəksən. Yəni hara getsən desə, hansı yolu tutsan da sənin son hədəfin Allahdır. Qaytarılacaqsınız. Allaha doğru qaytarılacaqsınız. Sonra Allah ki gizlini və aşkarı bilir, sizə nə etdiklərinizi xəbər verəcək. Bu Allahın bu kölgəsi, bu himayəsi altında kamilliyə çatan insana zaval yoxdur. Allah bu cür insanlar üçün deyir ki, o insanlar kədərlənməyəcəklər. Əsl onlar üçün heç qorxu da yoxdur. Amma bəzi insanlar üçün o müasir biznes ifadəsi ilə desək, həm də Allah deyir, فَمَا رَبِحَتْ تِجَارَتُهُمْ onların ticarəti səmərə vermədi. Çox maraqlıdır. Allah Quranda bəzən insanın konseptini, hərəkətini, etdiyi əməlləri, aldığı qərarları ticarətə bənzədir. Çox maraqlı ifadədir. Ticarət. Yəni qarşılıqlı fayda, amma Allah məndən fayda əldə etmir ki. Çox qəribədir. Bilirsiniz, bu dünyada hansı bir əməkdaşlığa girsən, ən uğurlu əməkdaşlıq odur ki, qarşılıqlı olsun faydalaşma. Sən ver, al. Və çox maraqlıdır ki, bəzən tam əksinə olur. Bu tərəf düşünür ki, mən daha çox alım, digər tərəfdə. Və nətər deyim də, bizə bu görürük ki, Azərbaycan üçün demişlər ki, bunu ki, Azərbaycanda müdir öz işçilərinə maaş verir ki, sən ala mənlə işimiz olmasın, işləyin işimizi. Yox, bu cür deyil. Biz məsələn qərb məktəblərində görürük ki, əksinə işçiyə pul verilir ki, sən mənə də qazandır, məni də qazandır, qazanc gətir, fayda gətir, özün də qazan. Nə qədər mənə çox qazanc qazandıracaqsan, o qədər də qazanacaqsan. Məsələn, fikir verin, futbol sahəsində də belədir. İdman sahəsində də belədir. Məsələn, futbolçular stabil maaş alırlar. Amma biri görürsünüz, xüsusi oyunlar olur ki, onlara əlavə mükafat nəzərdə tutulur. Motivasiya versinlər onlara. Uçsan sənə bu qədər pul veriləcək. Yoxsa sən düşünməyəsən ki, uçsam da, uçsam da onsa alacam da o maaşı. Yox, bu önəmli. Oyunu sən uçsan sənə əlavə də nətər deyim ki, mükafat veriləcək. Ona görə yenə də deyim ki, din baxımından bu məsələ tamam fərqlidir. Dünyavi baxımdan tamam fərqlidir. Əgər dünyavi baxımdan olsa, hansı nəticəyə gəlib çatacağam mən? Bizə adətən Skandinaviya ölkələridir və ya İsveçdir, misal çəkirlər. Finlandiyadır, misal çəkirlər. İndi biz baxıb görürük ki, onlar öz sosial məişət durumunu kifayət qədər yaxşılaşdırıblar. Kifayət qədər. Yəni, adam neyinsə dərdini çəkmir. Ay, sabah qıçım qırılsa mən neyniyəcəyəm, hara gedəcəyəm, ay, xəstəliyim olsa nə olacağım, ay, kitab yazsam nə olacağım, bu kitabı mən necə ərsəyə gətirəcəm, hansı bir sahədə çətinlik çəksə, onun üçün müəyyən güzəştlər, müəyyən tədbirlər görülüb. Norveç və başqa ölkələr barəsində mən oxuyanda görmüşüm ki, məsələn, dövlət yazıçıya dəstək durur. Yazıcı neçə tiraj kitab çıxartsa, dövlət onun neçə faizini öz alır, kitabxanalara verir.
Yazıcı dərd çəkmir ki, ay mən bunu hansı pulla çıxartacağam, bu alacaqlar, almayacaqlar. Ay mən bunu harda neynim? Dərdini çəkmir. Yəni bəli, bu tənbəl bir insan da yetişdirə bilər ya yox, bu ayrı bir məsələdir. Çünki hətta bəzən görürsüz ki, hər bir şeydən canını qurtarmaq istəyən adamlar min bir yolla gedirlər, o dövlətlərə sığınmağa çalışırlar. Mən eşitmişəm, bu təcrübə var. Nədir? Cinsi azlıq adı ilə. Baxırsan, insan cinsi azlıqlardan deyir, ha. Sadəcə mən o dövlətlərə sığınmaq üçün razıdır ki, qoy mən cinsi azlıq adı ilə gedim. Və ya hansısa qadağan olunmuş maddələrdən asılı birisi kimi gedir, özünü qeydiyyata alır. Və ya burada hansısa bir dini dəyərlərə toxunum, qoy ki, bir-iki nəfər mənim üstümə acıqlansın, gedim onları skrin edim və gedim müəyyən dairələrə verim ki, məni burada sıxırlar. Hətta bundan daha betərləri var. İnsan boşanır. Bu təcrübədə var. Boşanır. Öz xanımını xarici vətəndaşla nikahlayır. Özünü də başqa nikahlayır ki, mən vətəndaşlıq alım. Din mənə bunlara icazə vermir. Bilirsiniz, öz hədəfimə çatım deyə mən hər bir yaramazlığı edim, təki müəyyən şeylərə çatım. Siffin döyüşüdür. Yenə də İmam Əli əleyhissalam. Və qarşı tərəf Muaviyyə. İmam Əli əleyhissalamın və onun qoşununun məğlubiyyətini təmin etmək üçün hər bir rəzil və alçaq işlərə əməl edir ki, onlardan biri suyu İmam Əli və qoşununun üzünə bağlamaq idi. Onu deyim ki, nə qədər elədilər, su vermədilər onlara. Və nəticədə İmam Əlinin qoşunu getdilər suyun qarşısını, yəni suya mühafizə edənləri qovdular oradan, aldılar suyun nəzarətini öz əllərinə keçirdilər. Və təklif elədilər İmam Əliyə ki, bunlar belə ediblər, biz də bunlara su verməyəcək. İmam Əli bunlara qarşı çıxdı. Dedi, yox, belə bir şey olmaz. Necə yəni, ya əmir-əl-möminin, axı onlar imkan vermədilər, su bizə vermədilər. Yox, İmam Əli əleyhissalam dedi, yox, olmaz. Yəni, bu düzgün deyil. Mən hədəfimə çatım deyə, mən hər bir yaramazlıqları edeyim. Yox, niyə? Çünki mənim hədəfim Allahdır. Allah gözəldir və yalnız gözəllikləri sevər. Allah heç bir yerdə deməyib ki, mənim məqsədimə doğru iş görürsənsə, hədəfim mənəmsə, bütün yaramaz işlərdən istifadə edə bilərsən. Yox, bəzən sənin edə biləcəyin şey imtinadır. Bəzən də uğura çatmamaqdır, elə uğura çatmağın özü. Bəli. Çünki mən uğura çatım nə? Müsəlmana ruzi deyəndə, ruzi deyən kimi pul nəzərdə tutur. Yox, uğur, ruzum olsun. Ruzi nə? Pulum olsun. Nəfəs almaq da ruzidir. Allah haqqında düşünmək də ruzidir. Ayaqlarım yer tutub gedirəmsə ruzidir. Allah hər kəsə ruzi verir. Amma mən o qədər kiçiyəm ki, ruzini pulda görürəm. İndi o Skandinaviya ölkələrindən söz düşmüşkən. Statistika var ki, ən çox intihar edilən yerlərdən biri də oralardır. İsveç. İnsanın hər bir şəraiti var. Hər bir şərait. Amma iç boşdur, daxil boşdur. Xüsusilə bəzi yerlərdə ailə dəyərləri dağıdılıb. Bəzi yerlərdə valideyn övlad dəyərləri dağıdılıb. Bəzi yerlərdə vətən dəyərləri dağıdılıb. İnsanlara xidmət dağıdılıb. Qərb məktəbinin öz inkişafı, ego, mən, eksistensial. Orada artıq sən qocaldın, əksəriyyət səni deyir ki, dövlət hər bir şərait yaradıb, qocalar evinə. Sənin valideyn qarşısında heç bir öhdəliyin yoxdur ki. Yaşlaşıb, ya Allah, qocalar evinə. Dövlət baxıcı, onun qayğısına qalacaq, yeməyə. Səndən daha yaxşı baxacaq.
Yəni, əgər bu cür baxılacaqsa, məsələ yəni yaxşı yaşamaqdırsa, filanca dövlət daha yaxşı şərait İslam edir. mənə icazə verir İslam bunu. icazə vermir, bəli. İslamda mənə məsələlər İslam nəinki ya? İslam mənə deyir ki, sən deyəsən mən zəngin adama pulum var. Xadim, xidmətçi tapım, anama, atama baxsın. ona da icazə yoxdur. Deyirsən bu işdə özün iştirak eləməlisən. Özün iştirak eləməlisən. Sən qaça bilməzsən məsuliyyətdən. Yox. Atom bəs Quran Allaha itaətdən sonra valideynlərdən söz açır. Necə ki onlar mənə kiçikliyimdə tərbiyə veriblər, sən də onlara rəhmət elə. Bağışla onlara. Deyir onlara belə demə. Belə demə. İndi bu məsələlərdə ona görə demək istədim. Mən ola bilər pərakəndə danışdım. Bunlardan məqsədim bu idi ki, insan qarşısına böyük hədəf qoymasa, insan hardasa xüsrana doğru gedəcək. Şəxsi inkişafın dili ilə İslam dili bir-birinə zidd olur bəzən. İndi biz oxuyuruq, İslam ədəbiyyatı da oxuyuruq, Qərb ədəbiyyatı da oxuyuruq. Baxırıq ki, dillər bir-birinə ziddir. Məsəl üçün, Qərb ədəbiyyatında belə bir şey var ki, mən güclüyəm, mən bacaracağam, mən mərkəzlidir. Bu təvəkküllə İslamla nə qədər ziddiyyət təşkil edir? Bəlkə də onlar həqiqətdir. Ola bilər ki, eyni şey deyil İslamla ilə Qərb ədəbiyyatı da. Burada ziddiyyət nə dərəcədədir? Mən o vaxt bir statistik göstərici oxumuşum ki, dünyada ən çox gəlir gətirən sahələrdən biri də həmin bu şəxsi inkişaf sahəsidir. Azərbaycanda ən çox satılan kitabların siyahısına baxsaq, ilk yerləri bir şəxsi inkişaf kitabları tutur. Bir də detektiv janrında olan kitablar daha çox tutur. İndi niyə insanların detektiv janra meylləri var, o ayrı bir bəhsdir. Bizim söhbətimiz şəxsi inkişafdandır. Bu qədər kitablar oxunur. Şəxsi inkişaf kitabları oxumuş birisi kimi deyim ki, bir müddət sonra görürsən ki, çevir tatı, vur tatı. Eyni şeylər təkrarlanır. Və şəxsi inkişafda da məsələlər dəyişir. Biz İslamın peyğəmbərlərinə baxsaq, deyir, mən sizi çağıram müəyyən bir hədəfə doğru. Hər bir peyğəmbərin öz qövmündə çatışmayan cəhətlər olur. Məsələn, Şüeyb peyğəmbərin qövmü çəkidə, tərəzidə cəmaatı aldadırdılar. O peyğəmbər onu təbliğ edib. Və nəticədə nə deyir? Mən bunun əvəzində sizdən heç nə istəmirəm. Mənim mükafatım Allahın yanındadır. Maarifçi, təbliğatçı. Amma insanlara xidmət, mən pisləmirəm ha bunu ya, bunu normal qarşılayıram. Biznes maraqları kimi qarşılandıqda nəticələr fərqli olur. Mən çox görmüşəm də, məsələn, şəxsi inkişafla da sözün birini deyir, üçünü demir. Deyir, üçünü istəyirsən gəlginə pul ödəniş eləginən orada deyəcəm. Amma İslam bu cür deyil. Mən bir dəfə yazmışım ki, təsəvvürünüzə gətirin ki, cümə namazları pullandır. Necə olar nəticəsi? Halbuki, baxırsınız, sizin eşidə biləcəyiniz şeylərin bir hismi, bəlkə fundamental olanları danışılır orada pulsuz. Amma pulsuzdur deyə siz onlara ciddi yanaşmırsınız. Yoda yanaşmır. 20 qəpik versən sən ona, sən bütün fikirlərin onda olacaq ki, nədir? Mən 20 qəpik vermişəm, bəlkə də 200 manatlıq xeyir götürüm də oradan da. İndi bilirsiniz, Azərbaycanda da bu şəxsi inkişafla bağlı bəlkə də yüzlərlə kitab nəşr olunub, hələ də olunur, hələ də olunacaq. Nəticə nədir? Qərb məktəbi burada getmir. Mən bir müddət şəxsi inkişaf təbliğatı ilə də məşğul olmuşam. Bizim insanlarda düşüncə tamamilə ayrı cür gedir. Bayaq Skandinaviya ölkələrindən dedim, İsveçdən getdim. Amma bizdə nədir? Hədəflər tamamilə dəyişir. Daydayın olsun. Hamısı boş şeylərdir.
biznes qurmaq üçün pul lazımdır, filan lazımdır. Elə bil hər bir şey deyir ki, tək ki addım atmasın. O vaxt bir adam var idi, hansısa bir paylaşımın altında şərh yazmışdı. Bu şərh mənim yaman yandırdı. Adam dedi, nə zırıldayırsınız? Nə ağlayırsınız? Mən deyir, ömür billah pul ehtiyacı görməmişəm. Pula ehtiyacım olub, bir iş tapmışam, iş qurmuşam, pul da qazanmışam. Daşdan da olsa pul çıxartmışam. Siz niyə görə bu qədər zarıldayırsınız? Niyə görə sən düşünürsən ki, Elon Musk'un nə qədər neçə milyard pulu varsa, qoy hər kəsə o kasıblara pul versə, bütün kasıblar hamısı dolanar. Niyə görə sənə kimsə nəsə verməlidir? Niyə? Kasıblıq fəxr edir. Oy mənim dərdim, gözəl dərdim, kasıb ol. Allah deyir, entumul fuqara. Siz fəqirsiz, yoxsulsuz. Siz Allaha yoxsulsuz. Allah da ehtiyaclı olan düzgün istiqamətdəndir. Quran deyir ki, şeytan sizi fəqirlik və yoxsulluqla qorxudur. Bəzən iman fəqirin evinin bu qapısından, pəncərəsindən girer, qapısından çıxar. O qədər məzəmmət olunub. Hansı fəqirlik? Pulum yoxdur o. Adətən pul hər şey həll edir deyənlər o pula görə hər şey edərlər. Ki biz görürük bunu. Pul hər şey həll edir. Baxırsa hər bir alçaqlığı edir ki, teki pul qazansın. İslam mənə yenə də bayaqlarda dedi, sərhədlər çizir. Ki, yox, müəyyən şeylər olmaz. Yəni, qərb məktəbi burada təbliğat aparanda gördük ki, bizim cəmaat skeptik yanaşır ki, bunlar keçməz. Hansı məktəb burada daha çox inkişaf etdi? Məsələn, Robin Sharma. Götürsək onun kitabları maraqla qarşılandı bizdə. Paulo Coelho maraqla qarşılandı. Niyə? Çünki Paulo Coelho özü etiraf edir ki, Mövlana Cəlaləddin Rumidən təsirlənib. Onun kimyagər əsəri var. Səhv etməsəm Ginnesin rekordlar kitabına düşüb, dünya dillərinə tərcümə edilməkdə. Ya satışında, onu ola bilər. Yəni, çox populyar kitabdır. Onu o vaxtları bir nəfər dedi, mən araşdırdım, gördüm, düz sözdür. Plagiatdır. Mövlanənin məsnəvisindən bir hekayə. Yəni, Misirə, nə bilim, xəzinə dalınca gedən bir dənə hekayədir orada. Adam götürüb, biraz bəziyib ətrafın, bir dənə balaca bir hekayə şəklində buraxıb və dünyaya məşhurlaşıb. Hansı ki, Məsnəvidən sadəcə bir hekayədir. Qərb şərqdən təsirlənir. Təsirlənməklə keçiblər, oğurluğa keçib. Mən özüm Məsnəviyə o qədər dəyərsiz yanaşıram ki, Məsnəvinin az qala neçə dənə, yəni hekayələri özü ayrıca bir, nətər deyim, xəzinədir. Hələ mən Məsnəvidir ya, mən Quran, Peyğəmbər və Əhl-i Beytün kəlamları, onlara hələ mən saxlamışam kənarda. İslamdan təsirlənmiş bir insanın, din xadiminin, din aliminin yazdığı bir bədii əsərdə olan bir nətər hekayəsi bir yazısını dünya üzrə populyar edir. Robin Sharma. Hansı mədəniyyətdən sən təsirlənib yazmısan? Görürsən ki, getdi üzü o tərəfə, kim ki şərq, mənəvi, dünya üzrə çalışma edir, bu dəqiqə daha da populyarlaşır. Məsələn, indi Hind məktəbləri olsun,
Çin məktəbləri olsun. Maraq var Qərbin özündə də. Meditasiya, yoga, nə bilim başqa-başqa məktəblər. İnsanın hər şeyi var. Pulu, evi, imkanı filanı, başqa. Bizdə torpağa bağlılıq daha çoxdur. Hara gedirəmsə bir evim olsun. Kupçası ilə, sənədi ilə, hər bir şeylə evim olsun. Hədəf. Amma baxırsan qərbdə və başqa yerlərdə, onlar üçün maraqlı deyil mənim evim olsun hardasa. Onlar üçün bu səfər New Yorkdayam məsələn. Bir dənə ev kirayə götürürəm, qalıram. Sabahsı gün başqa yerdəyəm, o birisi gün başqa yerdəyəm. Mən Azərbaycanda olub bu təfəkkürdə olduğum üçün Bakıda evim olsun. Azərbaycan o cür gülzar güşələrini heç görə bilirəmmi? Yox, mən Şəkiyə getsəm, mən evim yuxarıda qalacam orada. Falan yerə hələ Bakıda qalım, Bakı. Bilirsiniz nətərdir? Görürsünüz, torpağa bağlılıq. Allah isə Quranda nə deyir? Gedin, gəzin, dolaşın. Baxın, sizdən öncəki ümmətlərin aqibəti necə oldu? Halbuki onlar sizdən daha güclü idilər. Onlar imkanları sizdən daha böyük idi. Nə oldu aqibətləri? Müsəlmanları dartır ki, gedin, gezin, baxın, göylərə baxın, yerə baxın, çaya baxın, dənizə baxın, özünüzə baxın, üfüqlərə baxın. İndi yenə də deyim ki, mən burada bütün hər bir sözümün nəticəsi yenə də bura çatır. Hədəfin nədir? Quran mənə deyir ki, hədəfin dünyadırsa, sizin əlinizdə olanlar tükənib gedəcək. Allah dərgahında olan isə qalıcıdır. Allaha yapışmayan bir şey, sözsüz ki, mən bunu məcazi deyirəm, qırılmağa məhvə məhkumdur. Bu dünyada Həzrət Məhəmməd sallallahu aleyhi və səlləm kimi şəxsiyyət oldu. Nə oldu? Dünyasını dəyişdi. İmam Əli əleyhissalam kimi görkəmli şəxsiyyət oldu, onun tələbəsi. Vəfat etdi, şəhid oldu. Kim qalıb? Allah. Allah qalıb. Yəni bu Allaha bağlanmayan ki, Həzrət Peyğəmbər və İmam Əli ki, öz hədəflərini ilah etmişlər deyə. Dünya durduqca onlar xatırlanacaqlar. Onların təlimləri xatırlanacaq. Dünya da yanlış şəkildə məzəmmət etdirilir insanlara. Məsələn, Şəhid Məhəmməd Baqir Sədrin belə bir ifadəsi var idi ki, sən nə üzlə Harun Ər-Rəşid Abbasi xəlifəsi özünü ondan daha təqvalı sayırsan? Hansı əsasla? Ay bedbaxt, dünya sənə üz gətirib ki, sən dünyadan üz çevirirsən. Gözəl ifadədir. Sən dünyadan sənə nə gəlib? 300-500 manat maaş alırsan, deyirsən, mən kasıb ol, nə bilim, dünyaya təlaq vermişəm, sən. Ay qardaş, sən bilirsən Harun Ər-Rəşid kim idi? Buludlara baxırdı, deyirdi ki, gedin harada yaxsaz, oradan çıxanların baş xəracı siz gəliri, yəni ki, mənə düşəni, mənə gələcək. Onun dünyası ona səbəb oldu ki, İmam Musa Kazım əleyhissalama qarşı etdiklərini etdi. Sən kimsən? Nəyin var? Nəyinlə öyünürsən? Bilirsiniz, bizim dünya haqqında danışmağımız çox gülünc görsənir. Dünyadan çünki bizə heç nə verilməyib heç. Nə verilib biz? İndi bu məsələlər ona görə önəmlidir. Ona görə bizə hədislərdə deyilir ki, dünya üçün elə iş gör ki, sanki sən əbədi dünyada qalacaqsan. Axirətin üçün elə iş gör ki, elə bir günə ki, artıq ora gedirsən. Bilirsiniz, yəni ki, məsələ burasındadır ki, dünya axirətin əkin yeridir, bizim hədislərdə deyilir. Nə əkərsən, onu biçərsən, ha? Biz onu elə dünya üçün məhdudlaşdırmışıq. Nə əkərsən, onu biçərsən. Düzdür. Amma əsl biçin axirətdə olacaq. Allah Taala deyəcək ki, nə gətirmisən? Mən
Sən sərmayəni dünyavi işlər üçün eləmisən. Eləmisən, yaxşı eləmisən. Axirətin üçün nə sərmayə eləmisən. Amma sən elə bilərdin ki, dünya üçün elə sərmayə qoyasan ki, bu sərmayə mənim axirətimə də fayda gətirsin. Baxın, artıq Paralel olmalıdır. Yəni dinə və artıq axirət. faydalandı. Mən adamlar tanıyıram. Deyir, mənim geniş evim olsun. Gözəl. Mən o evdən həm də Allah üçün istifadə edim. Mənim bir miniyim olsun, maşınım olsun. Eynilə Allah yolunda da istifadə edim. Məsələn, hansısa bir mömini aparım mənzil başına. Deyilmir ki, mən kiminsə sürücüsü olum, amma eyni paralel halda da mən iş görüm. Xidmət elə. Allahım, Allah bu məntiqi qəbul eləmir, mənim pulum olsun. 1 milyon pulum olsun. Kasıb-küsuba əl tutum. Yox, Allah Teala deyir, bunun bir dəyəri yoxdur. Allah niyə dəyər verir? Sənin 5 manat cibində pulun olsun. Onun 2 manatını Allah yolunda verəsən. 1 manatını Allah yolunda verəsən. Nəinki fitrə zəkatı gələn kimi 1000 bir bəhanə gətirirsən ki, mən fitrə zəkatı verməyim. Bahalı maşın sürəsən, bahalı evlərin olsun, bahalı şəraitin olsun, amma qayıdıb gedəsən arpa buğdanın nisabı və ölçüsü ilə gedəsən fitrə zəkatı verəsən. Ayıb deyil. Kimi alladırsan? O pul sənindir. Bu dəqiqə ölsən, əynindəkilərlə, cibindəkilərlə birlikdə bu dünyada qalacaqsan. Onu sənin varislərin götürüb aparacaq. Sənə nə qalacaq? Özünlə nə aparmısan? Özünlə heç nə aparmamısan. Sənin İmam Əlinin də kəlamlarında var. Məsum imamların, peyğəmbərlərin də kəlamlarında var ki, sənin işin ancaq varislərin üçün miras yığmaq olub. Vəssalam. İmam Əli qəbristan əhlinə deyirdi ki, necə söz, nə xəbərlər var? Bizdə olan xəbərlər odur ki, siz öldünüz, getdiniz, evlərinizə başqaları məskunlaşdı. Yoldaşlarınız ailə qurdu. Və deyir, biz də tezliklə sizə qovuşacaq. Bu bizim əlimizdə olan xəbərlərdir. Sizdə olan xəbərlər nədir? Və insan da o dünyada düşünür ki, mənim heç bir hədəfim olmayıb. Heç bir yaşamışam və sözüm bilmirəm. Din məni öyrədir. Hardan gəlmisən? Haradasan, hara gedəcəksən, kimsən və nə etməlisən? Hədəf qoyur mənim qarşıma. Bunlar yoxdursa, hamısı puça gedəcək. Hamısı puça gedəcək. Bu ilahi bir vəddir. Əgər mən bu suyu içirəmsə, susuzluqla içdim, vəssalam. Amma təsəvvürünüzə gətirin ki, mən bunu içirəm ki, ilahi, bu cismi sən mənə vermisən, müəyyən hədəfi üçün. Mən də bu cismə sənə xatir xidmət edirəm. Və bu suyu da içirəm ki, sənin məxluqluğa xidmət etmiş olum. Bax, artıq ilahi bir dəyərə büründü. Dəyərə büründü. Buna bir savab gələcək, buna bir mənəvi bir bonuslar gələcək, əlavə şeylər gələcək. Baxın, həyatda mənim üçün hədəf olacaq. O hədəf ki, bəzi müsəlman ölkələri ölməmək üçün dinə üst tutublar. Kasıb, belə də dindən öz yaşayışlarından bir yapışmaq üçün edirlər. Qərb cəmaatı üçün din tamam başqa bir formada təzahür edir. Mənim hər şeyim var, mənəviyyatım boşdur. Şərq mənəviyyatım doludur, cibim boşdur. Bilirsiniz, din bəzən görürsünüz ki, hər ölkədə bir başqa bir hədəflərə xidmət edir. Bəli, din Allah tərəfindən insanlara xidmət üçün göndərilən bir, nətər deyim ki, metod, üslubdur, bir qanunlar toplumudur. Xoş o insan halına ki, bundan düzgün istifadə edir. Əgər bir insan dua eləyir, amma nəticə almırsa, burada səhv həmin adamın nəyindədir, nədə səhv eləyir ümumiyyətlə? Duanın ümumiyyətlə işləmə prinsipi necədir? İmam Sadiq əleyhissalamın yanına gəldilər ki, dua edirik, duamız qəbul olunmur. Niyə? İmam Sadiq dedi ki, çünki siz çağırdığınız kəsi tanımırsınız. Bilirsiniz, bu məsələdə görün nə qədər mən söhbəti var. Baxın, İslam prizmasından baxsaq, mən istəyirəm, mən. Bir gün soruşmuşsan, Allah nə istəyir? Dedim bayaqlarda,
mənlə olan istəklər hamısı məhvə məhkumdur. Heç birinin bir səmərəsi yoxdur. Allah sənin xoşbəxtliyini istəyir. Deməli, mən Allahın istəyini öz istəyimdən öndə tutmalıyım. Əlbəttə, bu irfani mövqedə elə bir şeydir ki, bunu fəhm etmək üçün insana təcrübə lazımdır. İnsana bəzən illər lazımdır. Birinci dəfə eşidən adam deyəcək, bu nə absurd söz deyir. Bəlkə də düz deyir öz mərifətinə uyğun. Və İslam səmərəsiz, qısır olan uzun uzadı arzuları da mənə qadağan edir. Nəticəsiz arzuları. İstəyirəm. Nə istəyirsən? Zəngin olmaq istəyirəm. Zəngin nə deyir? Nə nəzərdə tutursan? Zəngin də, pulum olsun da. Bu yox, budur. Bir şirkətlərdən biri, səhv eləməsəm Toyota şirkətinin böyüyü idi. 5 nə üçün prinsipi var idi onun. Bir şey istəyirsən, 5 dənə söz keçsən keçirdi. Nə üçün? Telefon istəyirəm. Nə üçün? Nə bilim, yaxşı olsun, şəkil çəkeyim, video çəkeyim, nə bilim, neyinim. Nə üçün istəyirsən, şəkil çəkəsən, video çəkəsən? Gördüyün o şey biraz çətinləşdi. Nə bilim, istəyirəm də, belə də, olur da, yaddaşı olsun, nə bilim, kitab oxuyun filan o. Təsəvvürünüzə gətirin, elə mən buradan gəlsəm, 3-cü nə üçündən çıxa bilməyəcəm. Lap axırlarda ola bilər ki, insanın əksər istəkləri pozitiv meyillidir, xoşbəxt olmaq istəyir. Hətta onun da sualı vardı. Nə üçün xoşbəxt olmaq istəyirsən də var. Yəni çıxa bilmirsən. Çıxa bilmirsən. Görsən ki, sənin istəklərinin neçə faizi öz istəyindir. Ya, balaca uşaqlar kimisən. Baxırsan başqasının əlində maşını var, topu var, sən də istəyirsən. Mənim də topum olsun. İnsan zəngin olmaq istəmir, başqasından zəngin olmaq istəyir. Və siz Allahın prinsipi elədir ki, insana hər istədiyini versə, insan artıq istəmədiklərini də istəməyə başlayacaq. Yəni bu belə deyil, bilir insan necə tuğyankardır. İstəyir, sənin nə qədər ehtiyacın var? Niyə ehtiyacın var? Olub bəzən şikayət edən, aşırı şikayət edən dostlar olub, insanlar olub. Deyirəm, təsəvvürə gətir ki, yaxşı bir biznesmenin yanına gəlmisən. Deyir, nə istəyirsən? Ay, filan şeyin belə oldu, o belə oldu, ətraf məni belə incitdi. Deyir, nə istəyirsən? Yenə də yapışmısan. Yox, bilirsən, kasıblıq belə, iş yox, güc yox. Nə istəyirsən? Çünki bilmirsən hələ nə istəyirsən. Nə istədiyini bilən adam gəlir o cür adamın yanına, kağızı qoyur. Deyir, mənə filan qədər smeta lazımdır. Ondan filan qədərini filan şey verəcəm, filan qədərini filan. Allah da məhz belə insanlara verir, nəsə versə. Yəni dualarımızı dəqiqliyi ilə bağlı, hə? Nə istədiyini biləsən Allahdan. Kimdən istəyirəm? Nə istəyirəm? Nə üçün istəyirəm? Mənim istədiyim Allahın şəninə uyğundurmu? Ələddinin Səhri Çınağı cizgi filmində maraqlı bir epizod var idi. Orada cin deyir ki, mən sənin istənilən 3 arzunu reallaşdıracağam. 3 şey istisnadır. Kiminsə öldürülməsini istəməyəsən, ölmüş bir insanın dirilməsini istəməyəsən, bir də kiminsə səni sevməsini istəməyəsən. Bilirsiniz, bəzən olur mənə yazırlar ki, qızımın əri başqa qadınlarına oturub durur. Elə bir dua diginən ki, mən oxuyum o deyişsin. Deyirəm, yoxdur elə dua. Narahat olurlar. Onda bu nə dindir? Bu nə Allahdır, qüdrəti yoxdur. Soruşursan ki, sən onu ilə söhbət etmisənmi? O deyir, mən kişiyəm, mən beləyəm, mən eləyəm filanam. Yox, bir şey olsun, nəsə mən zikr edim, razıdır. Zikirlər edim, filanlar edim, nə o adam deyişsin.
Deyirsən ki, Qurana ziddir. Quran deyir ki, bir qövm özündə olanı dəyişməyəcək, Allah da onları dəyişməz. Onlarda olanı dəyişməz. Bu belə deyil. Sən Allaha deyirsən ki, bəlkə mən nələrsə dəyişməliyəm, mən görmürəm onu. Bəlkə mənim istədiyim şey mənim zərərimədir, onu da bilmirəm. Bilirsiniz, bizim Allah qarşımızda mövqeyimiz yanlışdır. Malı, məli. Ustad deyirdi ki, Allahdan ağa kimi istəməyin. Kaprizli bir uşaq kimi istəyirik. Bunu istəyirəm, onu istəyirəm, filanı istəyirəm. Mənə desələr bir dənə istəyim var. Onu istəməlisən. Mən inandırım, bəlkə bir gün ərzində bəlirləyə bilmərəm ki, mənim ən çox istədiyim nə istəkdir? Allahdan. Görürsünüz, ona görə biz yenə mənim istəyim qəbul olmur. Mənim. Övlad neynir valideynə? Mənim istəyimi yerinə yetirməmisiniz deyə mənim üçün nə etmişsiniz? Mənim. Yenə də deyirəm ki, duanın gecikməsi, təxirə düşməsi, qəbul olmaması, bunların şərtləri var ha. Yəni mən burada ümumi danışdım. Bəli, var insanın günahları, dua etməyinin qabiliyyəti, mərifəti, nə bilim, mən nələri eləsəm duam təxirə düşər, nələri eləsəm irəli gələr, bunlar ayrı mövzudur. Mən prosta sadəcə olaraq bəzi insanlar buna fikir verir. Duada birinci Allaha həmddir, sənadır, birinci Allaha təriflərdir, şükür elə, Peyğəmbər və əhl-i beytinə salavat zikr elə, günahlarını etiraf elə, elə başqalarına dua elə, ondan sonra özünə elə. Görün duanın müqəddimələrinə baxın, kim edir o duaları? Kim birinci deyir ki, həmd olsun ilahə sənə, şükürlər olsun sənə, bunları mənə vermisən, filan eləmisən, nə eləmisən, mən günahkaram, filan günahları eləmişəm, bağışla. İnsan heç dua eləməyə həvəsi qalmır. Fikir verin, bunları önə gətirəndə, axı biz Peyğəmbər və əhl-i beytdən bizə gəlib çıxatan dualara baxsaq, hamısı bu şəkildədir. Sonunda duasını unudur da ki, mən nə istəyəcəyəm. Duanın bir dənə axırında, bəlkə o boyda duanın axırında bəlkə istək var. Qalanı bu qədəri, nə qədəri Allaha məthiyədir, tərifdir, günahları etirafdır, Peyğəmbərə şeydir. Başqa möminlərə dua etməkdir. Bizdə hədislərdə, məsələn, gəlib ki, Allahdan dua edərkən, əgər sən başqası üçün dua etsən, mələklər tərəfindən nida gələr ki, onun üçün nə dua etmisənsə, sənə onun neçə qatı olsun. Əgər sən özün üçün dua eləsən, ehtimalı çox azdır ki, o dua özün üçün etdiyin qəbul olunacaq, olmayacaq. Bayaq dediyiniz mən məsələsi ilə bağlı, yəni çünki başqasını dua eləyəndə burada mən yoxdur, nəfs yoxdur və daha pak duadır bu. O dua təlimində də onu deyir ki, sənə hansı önəmlidir? Başqası üçün dua edib, o duanın neçə qatı sənin üçün olsun, yoxsa özün üçün dua elə heç bilmirsən, o olacaq, olmayacaq. Ona görə mərifət əhli, ustadlar deyiblər ki, niyə ehtiyacın var? Məsələn, evə ehtiyacın var. Kirayələrdəsən və ya qalmağa yerin yoxdur. Dinən ki, ilahi evsiz insanlara ev nəsib et. Ha, nə duadır? Ay egoist! Sənin evin yoxdur, başa düşdün, bəs başqalarının qatda özü. Biraz zehnimi işlət, kreativ olgundan ki, Allaha dinən ki, ilahi, xəstələrə şəfa verginən ilahi, mən də onların içində də ay Allah'dır. Yəni ki, indi geniş əhatə, yox, biz deyirik ki, ilahi, mənə şəfa ver. Yerdə qalan xəstələr nə olacaq da onlarla özün bilərsən. Yəni ona görə yenə də deyirəm ki, insanın mərifəti nə qədər böyük olsa, o daha yaxşı bir dua edə bilər. Bəzi insanlar var, narsist insanlar. Mən həyatda da görmüşəm. Deyir, mən özümü çox sevirəm. Sən özünü çox sevmirsən. Hədisdə deyilir ki, təkəbbür göstərən adam öz daxilində alçaqlığı gördüyü üçün təkəbbür edir. Mən özümü çox sevirəm deyə insanları kənara alçaldan adamlar, onlar bilirlər ki, onlar daxilən necə alçaq adamdılar. Öz-özlərində fərqindədirlər. Sən niyə özü böyük göstərməyə çalışırsan? Niyə? Deməli, kiçiksən də, ehtiyac görürsən ki, böyük göstərəsən özünü. Bilirsən ki, kiçiksən. Hansısa bir şərtlərlə özümü böyük göstərim.
özünü sevən adam ki, Allaha görə sevir, Allahın məxluqlarını da sevəcək. Nəinki mən özümü əzim. Ego odur. Ego nədir? Ego odur ki, mən necə düşünürəmsə, mənim dünya görüşüm necədirsə, siz də o cür yaşamalısınız. Odur. Yox. Gözəl tərif verdiniz egoya. Hə, yenə də mən deyən kimi düşünməlisən. Baxın bizdə. Olub mənim də rastıma çıxıb. Əgər adam sənin kimi düşünmürsə, ona nə deyir? Kişicik, alimcik, bəzi ilahiyyatçılar. Niyə? O ilə bir babda deyil. Məni də olur bəzən videolarımı izləyən adamlar 5 videoda 6-cıda gördülər ki, yox, bu fikir nəsə ayrıldı bunların fikri ilə. Dərhal mənə nəsihət verməyə çalışırlar. Sən yaxşısan, savadlısan falan. Amma niyə görə deyir? Bu belədir. Yəni hardasa qırıldınsa fikirdə artıq sən onlar üçün etibarlı bir nətər deyim, din xadimi olmaq şeyindən düşdün. Çünki biz Quranı da özümüz kimi fəhm etməyə çalışırıq, öz dünyamızı. Problemi odur ki, insan Allaha tərəf kamala çata bilmədikdə Allahı insanlaşdırıb aşağı salır. Allah edir qısqanc, Allah edir zülm edən, nəuzubillah. Bir nəfər var idi, mənə yazmışdı ki, Allah məni ləzzət alır mənim istirabımdan. Sənin bu müqəddiməndən sonra sənə nə cavab verirlər? Allah sənin nəzərində sənin kimi heç bir məxluqun istirabı ilə sevinəcək. Sən birinci bilirsən Allah kimdir, ona görə deyirik, çağırdığınızı tanımırsınız. Bilirsən Allah kimdir. Bilirsən sən kimsən. Sən kimsən Allah sənin istirabından zövq alsın axı? Kimsən? Görün necə özü haqqında böyük düşüncələrdir. Ona görə deyir, bəzi insanlar fəxr edəcək bir şeylər olmadıqda öz bədbəxtlikləri ilə öyünərlər. Sonda bir rubrik olacaq. Bir sual verəcəm. Üçlük cavab verəcəksiniz. Ona keçməmişdən qabaq, yəni dediyim kimi çox əhatəli danışdığınıza görə çox məsələn Bərxadlı bu haqqda danışdınız. Əvvəl özünü sevməlisən prinsipi İslamla ziddiyyət yaşayırmı deyə bir sual verəcəydim. Cavab verdi sonra özünü sevmək nə deməkdir, necə olur. Son olaraq bir sual verəcəm, sonra rubrikaya keçərik. Sual din gənclər üçün niyə darıxdırıcıdır? Din niyə görə darıxdırıcıdır gənclər üçün? Çünki insan gənc olarkən dinin sənə təqdim etdiyi fundamental məsələlər sənin üçün aktual olmur. Sənə görə ölüm haqqında 60 yaşında düşünmək lazımdır. Sənə görə nələrisə gələcəkdə etmək lazımdır. Nə üçün? Hətta ateist adamlar gəlib çatanda 50-60 yaşına nədənsə bir dindarlığa meyilli olurlar. Vaxtsə, mən nə olacaq? Mən öldüm, nə olacaq aqibətim? Mən çox adamlar tanıyıram və bəzən yaşları artıq. Evdə görürsünüz ki, notebookla sakitçilik olanda bir Qurandan zatdan qoyur, oradakı sakit fonla. Mən bunu tənqid niyyəti ilə eləmirəm, amma eləyir, yaxşı edir. Qoy olsun ki, oradan Quran sədası gəlsin ki, nəinki bir başqa nadürüst bir şeylər. Gənc elə bilir ki, mən dinə gəlsəm, mənim hər bir şeyim məhdudlaşacaq. Əylənə bilmərəm. Kim deyir əylənə bilməzsən? İslam sənə nə təqdim edirsə, onun halal yolunu sənə təqdim edir. O şeyə ki, sən gedib sonra körpüləri yandırmayasan. Yandırmayasan. Və deyəsən ki, biləsən ki, din mənə deyir. Ölsəm, mənə bir neçə suallar veriləcək. Suallardan biri də mən gəncliyimi necə keçirmişəm. Xoş o insanın halına ki, gəncliyini Allahın istədiyi kimi keçirib. Allahın istədiyi kimi deyəndə cəmaatda bir başqa obraz var, yenə də elə bilir ki, rahiblər kimi həyat yaşamalıdır. Bir əhvalat yeri düşər danışım. Zahid insan barəsindədir. Bir nəfər axtarır ki, ən zahid adam kimdir? Deyirlər, axırda filan yerdə var, get. Zahid deyir ki, dünya pərəstün əksinidir.
İndi insanlardan, izləyicilərdən soruşsam Zahid kimdir? Elə bir dərviş adamdır belə. Bu da gedir, o da görür nə boyda. Yer, villa, şərait. Gəl ora salam əleykum. Sən deyirlərdir, mənə deyirlər də. Zahid adam özünə deməz axı mən Zahidəm. Hə. Abi deyir sən Zahid zad deyirsən. Deyir niyə? Deyir Zahid adam dünyadan qırılan, fəqir, kasıb, yoxsul həyatı yaşayandır. Filandır belə deyir. O da deyir nə deyim? Döyürəm də. Hə, sonra gör ki bu yığışıb gedəndə həmin bu etiraz edən. Deyir hara gedirsən? Deyir filan yerə ziyarətə gedirəm. Deyir olar mən də səninlə yol yoldaşı olum. Nə gözəl, mən də istəyirəm gedim. Deyir ay yaxşı, ol. Bunlar düzəlirlər yola, bir xeylam yol qət edəndə həmin bu şikayət irad edən adam qayıdıb deyir, vay mənim deyir boğçam qaldı sənin evində. Deyir qaldı, canın sağ olsun, gələndə götürərsən də. Yəni, narahat olma, sən boğçan oldu, o kimlikdə qalacaq, heç kəs ona əl vurmaz. Ay görə bu yol boyu deyinir. Vay mənim boğçam qaldı, vay mən neynim, mənim boğçam. Ha, bax, bəzən sözü də deməyin yeri var. O cavab burada deyilməli idi ona ki, sən mənə irad bildirirdin ki, sənin bu boyda imkanın, evin, eşiyin, filanın var və sən Zahid deyirsən. Mən o boyda imkanı qoydum gəlirəm sənə. Amma sən bilən boğçam var, qaldı, hələ də oradasan. Vay boğçam qaldı, vay boğçam qaldı. Məsələ də burasındadır. Yenə də din mənə, o gənclərə də öyrədir ki, hanı, kim deyirsən, nələrə sən nail ola bilməzsən? Allah səni xoşbəxt olmağı istəyir. Allahın səninlə bir şəxsi qərəzliyi yoxdur ki, sadəcə istəyir ki, bunu düz istiqamətdə edəsən. Yandırmayasan özünü, elə bir bəlaya soxa bilərsən ki, özünü ki, sənin bundan sonraki həyatın məhv olar. Məhv olar. Nadürüst insanlarla qoşularsan, qadağan olunmuş maddələrdən qəbul edərsən. Bəziləri deyir ki, necə ola bilər? Hansısa bir günaha görə mənə Allah niyə əbədi cəhənnəm əzabı verir? Niyə? Bir günah elədim, Allah niyə əbədi cəhənnəm versin? Deyir, bəzən görərsən ki, hansısa bir xəstənin virusuna bulaşmış bir iynə olar. Adətən ki, narkoman insanların əksəriyyəti buna yoluxur. Bir dəfə o iynədən istifadə edirlər və xoşa gəlməz virusu buraxırlar canına. Bir dəfə eləməklə sən ömrünün axırına sən oldun. Məsələn, qiç. Dinən mənim nə günahım var idi, bir dəfə ilə. Bu həyatda da elə şeylər var. Bir günah edərsən və onu ilə sən özünü əbədi. Yenə də Allah tövbə və başqa şeylər edir. Və yenə də gənclərdir. Məsələn, İslam gənc insanların yad bir-birinə cinslərin münasibətini nizamlayır. Deyir, yox, siz müəyyən şeyləri qorumalısınız. Təmizliklərinizi qorumalısınız. Paklığlarınızı qorumalısınız. Bunu adi dünya əyləncəsinə qurban verməməlisiniz. 5 dəqiqəyə, 10 dəqiqəyə, 11 dəqiqəyə qurban verməməlisiniz. Sizin sonraki həyatınız var. Paklığınızı qoruyun. Din mənə burada nə pis şey deyir ki? Nə qədər insanlar olur, bədbəxt olurlar, qalırlar. Ya cavan qızlardır, bədbəxt olurlar, kimisi intihara sövq edirlər. Mənə dedi ki, evlənəcəm sənə, mənə dedi filan eləyəcəm, atdı məni getdi. Əlbəttə atacaq. Çünki niyə özünü rahat əldə edilən etmisən? Bir oğlan ki, sən özünü rahat olun, əlinin atdına. O deyəcək ki, mən bunu fəth elədim də, istədiyimə də nail oldum. Gedəcək ona ən çətin, əli çatmayacaq adamı elə həsrətlə, heyranla baxacaq. Gedəcək, yalvaracaq ki, təkcə əlim çatardı, görəcək, yox. Ona görə bax, gənclərə din nə pisdir deyə bilər ki. Qazanmaq istəyirsən, qazan, oxumaq istəyirsən, oxu, əylənmək istəyirsən, əylən, idmanlı elə, filanlı elə. Amma bunları düzgün istiqamətdə elə ki, bu həyatda bunlar sənin üçün üstünlük olsun. Bunlar sənin cavanlığını sənə qazandırsın. Yoxsa qoca adam geçsin, nə bilim,
məsciddə yatsın. Bunun elə də bir dəyəri olmayacaq ki, onsa sən nə edə biləcəksən ay bədbəxt. Sən onsa o canın enerjisi belə də gedib də elə deyib eləmisən. Ən dəyərli ibadət gənclərin ibadətidir. Bəli. Gənclərin ibadəti. Ümumi olaraq özümün anladığımdan, özümün təhlil etdiyimdən bir şey fikir deməli olsam, İslam dini şəxsi inkişafı birbaşa dəstəkləyir. Bəli. Və bu hansı ki bu şəxsi inkişaf bizə qərbdən fərqli olaraq mənəviyyat verir. Allah mərkəzlidir. Allah mərkəzlidir və bir kamilliyə çatmağa təşviq edir və dünyadakı zövqlər falan bunlar hamısı vasitələrdir. Əsas məqsəd bizdə Allahdır. Yəni bunlar dünya qazanmaq okey, hansı ki Allaha xidmət eləyirsə qazanaq. Gözəl ev, gözəl maşın, gözəl ailə, hamısı Allaha xidmət eləyirsə olmalıdır. Allaha xidmət eləyəcək bir şey yoxdur. Allahın bizim xidmətimizə ehtiyacı yoxdur. Yəni nəyə demək istəyirəm? Çünki bəzən Allaha çatmaq üçün xidmət eləmək. Bu mərifəti bilməyən adam elə bilir ki, Allahın buna ehtiyacı var. Nəticədə biz Allaha xatir deyirik ya, Allaha görə. Bu elə insanın özünə görədir. Yəni də insan görür ki, Allah üçün nə eləyibsə özü üçün eləyib. İn əhsəntum li anfusikum. Quran deyir, siz yaxşılıq eləsiniz, özünüzə eləmisiniz. Yəni kimə nə minnət vura bilərsən sən? Özünə yatırım qoymusan, amma həqiqi yatırım qoymusan. Sizin şəxsi inkişafınıza ən çox təsir edən 3 Quran ayəsi hansıdır? Quran ayəsi. Birincisi, mən yenə də onu deyərəm ki, mən çox düşünmüşəm onun barəsində. O dediyim, Allah nə qədər ki, sən özündə olanı dəyişməmisən, Allah səndə olan heç nə dəyişməz. Mən çox düşünmüşəm ki, namaz qılırsan, dəyişkənlik yoxdur. Oruç tutursan, görürsən ki, ədalətdəsən. Nə oldu? Nəyi dəyişməlisən sən? Maraqlıdır ki, Allah burada qeyd vermir. İnsanı qeyd vermirsə, deməli istəyir mən düşünüm onu. Özü tapsın. Aysan, mən özümdə niyə dəyişməliyəm? Bu çox mənə təsir edən ayələrdən biridir. Son 2. İlahi Rabbi zidni ilmən və əmələn və əlhiqni bis salihin. İlahi məni, bizə məşhur tərcümələrdə olur ki, mənim elmimi artır. Amma məni elm olaraq artır. Məni artır. Elmi artır bir növ ki, Allahdan insan özünün artmasını istəyir. Nəinki başqa şeylərin artmasını. Yox. Ki, məsələn, şükür etsəz, ləəzidənnəkum. Bəzi Quran məşhur tərcümələrdə deyir, Allah sizə nemətini artırar. Yox. Sizi artırar. Səni böyüdər. Nəinki neməti? Həqiqi inkişaf etdirər, sən böyüyərsən. Nə qədər olur, bəzən topu doldurursan, belə hava ətrafa gedir, top dolmur. Yəni, sənə onun dolması lazımdır. Üçüncüsü də ki, Zəlzələ surəsindəndir. Kim zərrə qədər yaxşılıq etsə, onu görəcək. Demir cəzasını görəcək, demir mükafatını, deyir, onu görəcək. Etdiyini görəcəksən. Və ya kim də, yəni bu paraleldir də, fərq qoymadan. Yaxşılıq edəcəksən, görəcəksən. Pislik edəcəksən, misqalə zərrətin, xırda bir azacıq zərrə qədər eləsən, görəcəksən. Əlbəttə, biraz da düşünsən, başqa ayələrdə gətirə bilərəm, amma yəni daha fundamental öndə olanları budur. Yəni bu sualı ona görə vermək istədim ki, ümumiyyətlə Quran ayəsi, Quranın özünün insanın yetişməsi üçün çox vacib olmazsa birinci kitabdır. İstədim ki, onu bir ilahiyyatçının dilindən eşidək. Dünya görüşümüzü formalaşdıran 3 kitab, bunu gələn hər kəsə sual verirəm. Bu dünyada da, yəni dini kitab da olar, qərb ədəbiyyatı da olar falan. Sadəcə dünya görüşümüzü formalaşdırır. Mənim üçün çox önəmli olan kitablardan biri Herman Hessenin Siddhartha kitabı olub. Kiçik. Mən yəni İslam ədəbiyyatından əlavə də, məsələn, Xristian ədəbiyyatında və ya Buddizm ədəbiyyatında. İndi Buddizm deyəndə bizdə elə bilə bütpərəst. Bir fəlsəfədir o da. Bizdə də, yəni fəlsəfəsi. Çünki bir çox müsəlmanlara görə
Budda özü peyğəmbər olub. Halbuki isbat belə edə bir bilməz. nəzəriyyə var. Sadəcə məktəbi onun təhrif olunub. Biz belə deyəndə Allah Taala dünyanın bütün bölgələrinə peyğəmbər göndərib. Biz bunu bilək, bilməyək. Hara lazımdırsa göndərib. Və o Siddhartha barəsində ki, indi mən onu danışsam, bilirəm ki, gedəcəm 20 dəqiqə zət danışacağam. O insanın mənəvi halı barəsində gedən təkamülüdür. O mənə çox Yəni belə təsir qısa deməyə etmişdi. kifayət edir, çünki oxuyanlar Spoiler təhər də olmasın. Martin Eden əsərini deyərdim ki, o da məndə yaxşıdır ki, onu ilkin vaxtlarda oxuyanda Jack Londonun Martin Eden əsəri. O da mən bəxtəvər adamam ki, onu öz fəaliyyətimin ilkin vaxtlarında oxumuşam. Və o da çox faydalıdır ki, sən görürsən ki, həqiqi uğur zahiri nailiyyətlər deyil. Yəni mən spoiler eləmək istəmirəm də ki, hardan başlayırsan sən heç nəyin yoxdur. Və hara çata bilərsən və sənə nəyin yoxdur, nəyin çatmır o. Üçüncüsü də ki, mən bunu dini roman kimi qeyd edərəm. Ayətullah Quçaninin Qərb Səyahəti adlı bir kitabı var. O Quran ayələri, hədislərə əsasən mən ona roman deyirəm, amma bəlkə də ona bir roman kimi baxmazlar və mən dini ədəbiyyat baxımından ilk oxuduğum roman hesab edirəm. Çünki mənim yaşım az idi. Yaşımız az idi. Dini hələ tanıyırdıq. İlkin ədəbiyyat olaraq o keçdi. Məhəllədə əldən ələ ötürürdük onu. Bəlkə də 2 dəfə oxumuşam onu, tüklərim biz-biz olaraq. Bu, bir insanın qəfil öldükdən sonra ta ki bərzəxə qədər olan qərb səyahətindən danışır ki, sənin başıma nələr gələcək, aralardan aralara keçəcəksən. Yəni biləcəksən bu dünyada nə əməl eləmisənsə o səfərdə nələr başına gələcək. Yaxşı eləmisən nə olacaq? O çox təsir eləmişdi ki, bu dünyada sən qeybət edərsən, söyüş söyərsən, filan edərsən, o sənin o səyahətində sənə nə formada gəlib çıxar. Yaxşı olarsa insan üçün çoxdur. Mən yenə də yaşımın azlığında o mənim üçün çox təsirli olmuşdu, bəli. Yəni də mən dini ədəbiyyatlara girmirəm, çünki onlar üçün bəzilərinə mərifət lazımdır. Durub deyəsən Nəhcül Bəlağanı oxu. Nəhcül Bəlağanı oxumaq üçün insan gərək hansı bir baza olsun ki, gedib çatasan ona da. Bu boyda ağsaqqal alimlər var, 50 il dərs oxuyublar, yenə də baş çıxarta bilmirlər ondan. Necə deyəsən ki, get birinci okeana get. Ona görə yenə də bunu oxusalar yaxşı olar. Əsl İslamı öyrənə biləcəyimiz 3 kitab və bu nəyə görə belə deyirəm? Çünki filan şey, budur İslam. Deyirik ki, yox, bu əsl İslam deyil. Filan kəs başını kəsir. Biz hardan öyrənsin bu adamlar? İmindi bu adamlara necə deyək ki, bu 3 deyil, mən indi 3 deyirəm. Siz 10 dənədir siz deyin. Bir dənə siz deyin ki, bu kitab Quran-Kərimdən başqa, çünki o radikal, o fikirdə olan adam əlbəttə ki, Quranla başlamayacaq. Əsl İslamı öyrənə biləcəyi. Bu mənim fikrimdir. Mən o əsl İslam söhbətini skeptik yanaşıram. Necə ki, Quran ayəsi deyir ki, İnnəd-dinə indəllahi əl-İslam. Allah yanında din İslamdır. Demir sizin yanınızda. Yəni, ana meyar Allahın yanındadır. Niyə görə deyirəm? İndi kimsə irad bildirər ki, varadaytu ləkumul İslamə dinə. Sizin üçün İslamı din olaraq razı oldum. Ayəsi var. Yəni, insanların əlində İslam yoxdur. Var. Amma o həqiqi İslam Allahın yanındadır. Allah mühakimə edəcək mənim İslamım nə qədər o İslamla uyğun gələcək də. Bunu demək istəyirəm ki, əzizlər, kimlərsə sizə həqiqi əsl İslam adı ilə bərbəzəklərlə dartıb çəkə bilərlər. Səsində bəlkə ən batıl şey ondadır. O feillərə uymasınlar. Quran nə deyir? Quran deyir ki, ən yaxşı yol bu üslubda öz sözlərimlə deyim. Sözlərə qulaq asıb, onun ən yaxşısını götürməkdir. Qulaq as. Nə Allahındısa, həqiqətdirsə, zaten o sənin qəlbindən maqnit kimi yapışacaq. Çəkəcək səni. Bəlkə müxtəlif mövzulara toxunan
Şəhid Murtaza Mütəhərrir müxtəlif mövzulara toxunub. Mən yenə də deyim, deyirlər ki, mən kitab təklif elə. Deyirəm ki, hansı sahəni istəyirsən? Çaşıb qalır. Quran marifi istəyirsən, fiqh istəyirsən, əxlaq istəyirsən, kəlam istəyirsən filan, hansı sahəni istəyirsən? Bunu tapmalısan sən. Yoxsa ki, get-gedən o ağır fiqh əməliyyə risalələrini nə ged oxu. Ay gedib elə 3 səhifədən sonra deyəcək bu nədir? Ağırdır. Və ya kəlam barəsində, məsələn, Allahşünaslıq barəsində, əqidə barəsində oxumaq istəyir adam. Ona görə mən yenə də deyərdim ki, Murtaza Mütəhərririn ki, maşallah, yəni böyük kitabları tərcümə olunub. Həm də o danışıb bəzilərini. Onu kitablaşdırıblar deyəndə daha rahat olur. Elə bilsən sənlə danışır. Çünki kitab şəklində düşəndə ağırlaşır adam üçün. Amma bir var danışıb, bu moizə edib, onları yığıblar. Müxtəlif sahələr üzrə danışıb, şəhidlik danışıb, fitrət danışıb, örtünmə danışıb, onu danışıb, bunu danışıb. Yəni mənə elə gəlir ki, maraqlı onun üslubu var ki, bəli. 2-3 sabah deməyək. Mən özüm də şəxsən onun Mən külliyat. məsələn nə deyim, deyəcəm Əllamə Təbəətəba, bilirəm onun qələmi çox ağırdır. Mən məsələn o qədər kitab deyə bilərəm ki, onların bəziləri Azərbaycan dilinə tərcümə olunmayıb. Olunmayıb da və yaxud da ki, məsələn sahəsi fəlsəfə olan var. Sahəsi oxuyanda onu deyirsən, o da bu nə qədər ağırdır. Mən bir dövrüyə məsələn deyərdim ki, Quranın təfsiri barəsində nümunə təfsiri çox asan, rahat dildə tapmaq olar. O əldə də var. Play Marketdə də var hətta. Yükləmək olar. Çox deyərəm bir dövrüyə onu oxusunlar. Yəni Quranın təfsiri ilə bilsinlər ki, Fatihə surəsindən Nas surəsinə qədər o qədər asan, bəsit dildədir ki, yəni ki, rahatlıqla eləsinlər. Ola bilər ki, biraz daha inkişaf etmiş Quran sahəsində adamı qane eləməsin və yaxud da desin ki, mən filan şeyləri tapdım, suallarım oldu, ona tam cavab tapa bilmədim. Yox, bu geniş oxucu kütləsi üçündür. Onu rahatlıqla başa düşmək olar. Düzdür, bəlkə fikirləşsəm üçü də taparam, amma yenə də deyirəm, Murtaza Mütəhərrir ilə yenə də deyim ki, o təfsiri ümumi oxusalar, yenə də deyirəm ki, çox fayda olar. Gənc bir insan Allahla əlaqəsini gücləndirmək və eyni zamanda uğur qazanmaq istəyirsə, ona konkret 3 addım nə məsləhət görərsiniz? Bütün ustadlara sual verəndə müvəffəqiyyət üçün bəsit bir şey deyirlər. Vaciblərə əməl elə, haramlardan çəkin. Amma insanı qane eləmir bu. Deyir ki, bu nə deyiş? Mən onu deyərdim ki, Allaha daha çox vaxt ayırmaq lazımdır. Allaha ayrılan vaxt əsla boşa getməyəcək. Mən bunu nəyə deyirəm? Allahın bizim vaxtımıza ehtiyacı yoxdur bizim. Gün ərzində nə qədər insan çalışırsa, Allah vaxt ayırsın. Məşhur bir kəlamda deyir ki, istəyirsən Allah sənlə danışsın, Quran oxu. İstəyirsən, amma Quranı nətər deyim də, belə oxu yox, oxu. Bizim bəzi alimlərimiz olub ki, əhd ediblər Allahla, hər gün bir cüz Quran oxusunlar. Çünki Quran elədir ki, mən bu qədər Quranı xətm etmişəm, hər dəfə oxuyanda deyirəm, bu Quranda belə ayə var idi. Mən bunu necə olub görməmişəm? Quran heç vaxt köhnəlmir, yenilənir. Ona görə Allahla danışmaq istəyən Quran oxusun. Kim də istəyir ki, Allah mənlə danışsın, Quran. Mən Allahla danışım, namaz. Yəni, məşhur bir şey. Yenə də deyərdim ki, neynəsin? Böyük günahlardan, indi düzü kiçik günahlara ayırmaq istəmirəm. Böyük günahlar o günahlardır ki, Allah cəhənnəm vədi verib onlara çəkinsin. Vacib əməlləri ki, nələr mənə vacibdir, yerinə yetirsin. Mən görürüz, müstəhəb demədim, məkruh demədim, filan demədim. Yox, bəs edər. Yəni, mənim prinsiplərim olmalıdır. Budur, gənc adamın prinsipləri olmalıdır. Əşya etsin olmaz, boş şeydir. Yox,
Mənim prinsiplərim olsa vacib və haram. Onlar məni bir yol aparacaq. Bir də ki, yenə də dedim, Allaha vaxt ayırmaq. Sən bir gün vicdanına sual ver ki, dostlarıma vaxt ayırdım, serialıma vaxt ayırdım, futbola vaxt ayırdım, telefona vaxt ayırdım. Əsal. Bu telefon neçə saat əlimdə oldu? Allah məndən neçə saat istəmir ki? Bizi Allaha yaxınlaşdıran üç şey. Allahla kontaktımızı, Allahla əlaqəmizi gücləndirəcək üç şey ki, biz bunlara əməl eləyib inşallah ki, bir ömür Biz bilirsiniz, Allah Taala bəzi şeylər var ki, onları gizlədib. Məsələn, deyilsin ki, ən böyük savab hansıdır? Baxarsan, hədislərdə var bu ən yox. Tapa bilməyəcəksən. Niyə? Çünki sən bütün vacib əməllərə, savab əməllərə bərabər yanaşasan. Allahın razılığı bəlkə hardadır? Ən böyük günah. Allahın qəzəbi məhz hardadır? Allah gizlədib. Sən bütün günah və haramlara bərabər yanaşasan. Allahın dostları gizlidir. İnsanlara ehtiramla yanaşasan. Qədir gecəsi gizlidir. Gecələrə bərabər yanaşasan. Və ya insanın ölümü gizlidir. Yəni mənə desə Allah haçan öləcəksən vəssalam da rahatlaşaram da. Yox, mən hər dəfə ölümə hazır olmalıyam. Ona görə Allaha yaxınlaşdıracaq 1, 2, 3 yox deyə elə bir şey ola bilər ki, məsələn, bəlkə də mən hansısa bir yaşlı nənəni yolu keçirdəndə kömək edərəm, deyər ki, Allah səni qorusun bala. Mən Allaha yaxınlaşaram. Ola bilər ki, zahirən mən Allaha yaxınlaşdığımı düşünən bir əməli riyakarcasına edərəm. Allahdan uzaq düşərəm. Bəzən var ya, hədislərdə də var ya, şeytan deyir ki, Bismillah de, hansı peyğəmbərə deyir, deməyəcəm, deyir Allahın adını çəkirəm sənə. Deyir o Allahın adı ki, sənin ağzından çıxır, mən onu demərəm. Çünki şeytanın da öz işləri var. İnsan elə bilər Allaha yaxınlaşır. Bəzi Əməvi ardıcılları var. Məhəmməd ibn Əbdülvəhabın ardıcılları var. Bəzi yerlərdə Allahu Əkbər deyib baş kesirlər. Günahsız insanları qətlə yetirirlər. Soruşsun deyirsə Allaha yaxınlaşmaq istəyirəm. Halbuki özündən bir şey kəşf edib o. Ona görə yəni ehtiyat edin. İxlas, amma yenə də deyirəm böyüyünü tanımaqla. Böyüyünü tanımayan adam gedəcək ora. Amma yenə də deyirəm Allahın əmri ilə peyğəmbər və əhl-i-beytin marifini öyrənməyə insanı cəmiyyətə faydalı adam edər ki, xeyirli adam edər ki, başqa bir şey eləməz. möhtəşəm. Son olaraq qonaqlarımızın hamısına sual veririk. Bununla da yekunlaşdıracağıq inşallah. Fərid bəy, təsəvvür eləyin, bir mikrofon veriblər sizə və bütün Azərbaycan sizi dinləyir və siz bir dənə şey istəyəcəksiniz, bütün Azərbaycan buna əməl eləyəcək. O bir şey nə olardı? İstisnasız hamı ona əməl eləyəcək. Azərbaycanda ümumiyyətlə yığışdırılacaq və yaxud da ki, əlavə olunacaq. Bir dənə şey istəyəcəksiniz, amma bu nə olardı? Allah Taala verilən əhdə sadiq qalmağın tərəfdarıdır. Bəzi ayələr var, oxuyursan sən o qədər titrədir ki, məhv olursan ki, elə insanlar olub ki, əhdinə sadiq qalıblar, vəfalı olublar və Allah onlara məth edib. Mən ola bilər ki, mən ağır bir söz deyim ki, Allaha sədaqətli qalın, vəfalı qalın. Bu nədir? Bu getdi. İzah getdi ya. Yəni Allaha sədaqətli qalmaq insanın özünə sədaqətli qalmasıdır. İnsanın riyakar olmamasıdır. Bir dənə son olaraq Peyğəmbərin Əbu Zərə olan nəsihəti zehnimə gəldi. Deyir, Əbu Zər, elə əməl elə, elə yaşa ki, öz sözümlə deyirəm ha. Elə bir Allahı görürsən. Allahı görməsən də bil ki, o səni görür. Quran ayəsi də bizə deyir, ələm ya'ləm bi ənəllaha yara. Məhər bilmədi ki, Allah onu görür. Ona görə deyirəm ki, əgər bir insan həyatını bu əsasda yaşasa, Allaha sədaqət, Allah məni görür. Həmin adam əsla ki, başqalarına pislik eləməz, torba tikməz,
fırıldaq gəlməz, eləməz. Normal bir, yaxşı bir vətəndaş kimi yaşayar. Mən belə düşünürəm. Gözəl Fərid bəy, gəldiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Biz yəni bizdə bir nəfər belə baxıb sizin söhbətinizdən bəhrələnib həyatını dəyişsə bizim üçün böyük şeydir. Biz ümumiyyətlə qonaqlarım indi dinləyənlərə də deyim, biz ümumiyyətlə sizdən sonra da qonaqlarımız reytinq üçün olmayacaqlar. Hamısı cəmiyyətə töhfə vermiş insanlar olacaq inşallah. Çünki biz podkastlara baxırıq, təhlil edirik özümüz üçün. Baxış sayı üçün çağrılan adamlar var. İnşallah ki, Allah bizə yolumuza çaşdırmasın. Həmişə bu şeydə davam eləyək ki, cəmiyyətə töhfə verən adamları dəvət eləyək. Onlardan da birisisiniz. İştirak etdiyiniz üçün, vaxt ayırdığınız üçün çox sağ olun. Təşəkkür edirəm Fərid. Minnətdaram. Çox sağ olun. Sağ olun. Thank you.